Samsung'un yeni qatlanan telefonları təqdim olundu. Bəs bu 3 model arasında əsas fərqlər nələrdir? Gəlin bir dəqiqədə əsas məqamları nəzərdən keçirək. Ən premium model Galaxy Z Fold 8 Ultra'dır. Burada sizi 8 düymlük böyük ekran, 200 megapiksellik kamera və Snapdragon 8 Elite Gen 5 prosesoru qarşılayır. Maksimum performans istəyirsinizsə, seçim bu olmalıdır. Galaxy Z Fold 8 isə daha balanslı modeldir. Cəmi 201 qram çəkisi ilə seriyanın ən yüngül Fold modelidir. Böyük ekranı həm işləmək, həm də film izləmək üçün idealdır. Kompakt telefon sevənlər üçün isə Galaxy Z Flip 8 hazırlanıb. Telefonu açmadan belə 4.1 düymlük Flex Window ekranından mesajlara cavab vermək, tətbiqlərdən istifadə etmək və bildirişləri idarə etmək mümkündür. Samsung bu dəfə süni intellekt funksiyalarına da ciddi diqqət ayırıb. Now Brief günün xülasəsini təqdim edir. Now Nudge yazışmalar zamanı ağıllı təkliflər verir. Foto əsas isə şəkilləri süni intellekt ilə redaktə etməyə imkan yaradır. Kamera tərəfində də yeniliklər var. Fold 8 Ultra artıq 200 megapiksellik əsas kamera ilə gəlir. Fold modellərində eyni anda həm ön, həm də arxa kamera ilə çəkiliş aparan dual recording funksiyası da mövcuddur. YouTube kanalımızda hər 3 model haqqında ətraflı danışmışıq. Elə indi YouTube kanalımıza daxil olaraq geniş icmalı izləyə bilərsiniz.